Deyirlər ki, bir gün Həzrət Adəm oturmuşdu. 6 nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu. Adəm əleyhissalam ağlardan birindən soruşdu. Sən kimsən? Cavab verdi. Əqil. Soruşdu. Sənin yerin haradır? Beyin. Adəm əleyhissalam ikincidən soruşdu. Sən kimsən? Məhəbbət. Sənin yerin haradır? Ürək. Həzrət Adəm üçüncüdən soruşdu. Sən kimsən? Dedi. Həya. Sənin yerin haradadır? Göz. Sonra Adəm əleyhissalam üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu. Sən kimsən? Cavab verdi. Təkəbbür. Sənin yerin haradadır? Beyin. Adəm əleyhissalam soruşdu. Əql ilə bir yerdəsiniz? Dedi. Elə ki mən gəldim, əql gedir. İkincidən soruşdu. Sən kimsən? Həsəd. Soruşdu. Yerin haradadır? Ürək. Məhəbbətlə bir yerdəsiniz? Mən gəldimsə, məhəbbət gedəcək. Adəm əleyhissalam üçüncüdən soruşdu. Bəs sən kimsən? Cavab verdi. Tamah. Bəs sənin yerin haradadır? Göz. Həya ilə bir yerdəsiniz? Dedi. Mən daxil olan kimi həya xaric olar. Mümkündür ki, bu 6 nəfər Adəm əleyhissalamı təlimatlandırmaqdan ötürü bu surətdə gələn mələklər olmuşdur.